Xırdalan şəhəri, Hacı Aslanov küçəsi, Xələfi MTK-də məxsus olan binanın qarşısında. Bura qanuni binanın ərazisidir. Burada qeyri-qanuni küçə ticarətinə məşğul olan ticarətçilər var. Dəfələrlə şikayət etsək də, özlərinə, müvafiq orqanlara müraciət etsək də heç bir hüquqi qiymət göstərilməyib. Burada daha təmizliyi gördüyünüz kimi tör-töküntü, zir-zibil, prospektin adına belə deyil, ləkə gətirir. Çox belə eybəcər bir hala gətiriblər binanın qarşısına. Dəfələrlə müraciət olsa da, sonda Mehriban xanıma, vitse-prezidentə, bina sakinləri müraciət edib və heç bir tədbir görülmür burada. Çox xahiş edirik, bizə bir köməklik göstərərsiniz.